Xristianlıqda ən çox İncildə keçən, amma İslamda da qiyamət təsvirlərində metaforlarla oxusaq, bəhsi keçən qiyamətin dörd atlısı, məhşərin dörd atlısı mifologiyasını danışmaq istəyirəm və çox bayağı bir film çəkilmişdi bununla bağlı. The Horse 2008, amma birinci mifologiyanı danışacağım. Dediyim kimi, yəni kökləri Yəhudiliyə də gedir, amma əsasən İncildə vəhiy bölümündə, apokalipsis bölümündə keçir bu dörd atlı məsələsi. Deməli, digər filmlərdə də, məsələn, zombi filmlərində də var idi ki, zombilər nə vaxt peyda olurdu? Sivilizasiyanın çökülüşündə insanlar şuursuz şəkildə, yəni beyin artıq olmuş, şuursuz şəkildə militarist, yəni əmrlərə itaat eləyirlər, savaşlar çıxardırlar, şuursuz şəkildə alış-veriş eləyirlər. Bu da qiyamət əlaməti, dünyanın sonu olaraq təsvir edilir və yaxud da ki, digər mifologiyalarda da qiyamət təsvirləri var. İslamda da qiyamətin təsvirləri var. Məsələn, saxta din liderlərinin olması və yaxud da ki, məzhəblərin çoxalması, məscidlərin çoxalıb, amma ibadət eləyənlərin azalması və s. Yəni bir çox belə deyim, xaos artıq dünya yarananda, belə deyək, necə bütün demək olar ki, mifologiyalarda yaradılış hekayələrinə baxanda, baxmayaraq ki, fərqli, bir-birindən ziddiyyətli Çin mifologiyasından tutaq, nə bilim, Türk mifologiyasına, oradan İskandinaviya, hamısında bir xaosdan yaranır. Yəni heç nə olmazdan əvvəl boşluq, yəni xaos olmuş olur. Dünyanın sonu da eləcə xaosa doğru sürüklənəndə yenidən hər şey məhv olur. Və bu təsvirlər də, yəni səmavi dinlərdə də, eyni ilə digər çox tanrılı dinlərdə və yaxud da ki, mifologiyalarda olduğu kimi qiyamətin sonu xaosla təsvir edilir. Dünyanın sonu sosial bərabərsizlik olacaq, insanlar kastalara bölünəcəklər, ciddi şəkildə təbəqələşmə, ciddi şəkildə ədalətsizlik yaşanacaq. İnformasiya, məsələn, zombi filmlərində də var idi, informasiya kirliliyi var idi, dezinformasiya yaranmışdı ki, günümüzdə də bunu çox hiss edirik. Yəni çox normaldan artıq bugünə qədər yaşamış insanlarla müqayisədə biz normadan artıq informasiyaya məruz qalırıq və bu informasiyaların da əksəriyyəti yanlış bilgilər olur. Və yenidən bu təsvirlərdə də qiyamət əlamətidir, məhşərin dörd atlısı, qiyamətin dörd atlısı. İslamda və xristianlıqda necədir, ondan danışım. Birinci xristianlıqda danışım, çünki orada daha ətraflıdır və apokalipsisdə daha aydın çəkilir. Birincisi bunu deyim ki, İsa'nın Dəccalda məsəl üçün danışanda demişdim ki, İslamdakı Mehdi şiələrin gözlədiyi 13-cü imam Mehdini gözləyirlər ki, o zühur edəcək. Zaman ağa da deyirlər ona. İmam Zaman ağa, yəni axır zamanda zühur eləyəcək və Dəccalla mübarizə aparacaq. Amma bu xristianlıqdakı antikrist, yəni xristian belə deyək, İsa cildinə girmiş, özünü saxta peyğəmbər adlandıran, daha doğrusu özünü İsa adlandırır, amma saxta İsa olur. Yəni saxta lider, kral olaraq nəyə görə kral olaraq seçir? Çünki insanlar, kütlələr onun arxasınca gedir, ona inanırlar. Yəni əslində Mehdi dediyimiz, İmam Zaman ağa dediyimiz şəxs xristianlıqdakı o antikristdir, yəni Dəccaldır, belə deyək. İslama görə birincisi aydınlaşdıraq ki, İsa'nı aydınlaşdıraq, çünki burada fərqliliklər var. Xristianlığa görə, hansı ki sendromu da var, İsa sendromu, fədakar insanlara deyilir. İsa insanlara bir növ günahların bağışlatmaq üçün özünü fəda vermişdi, qurban vermişdi və insanlar onu çarmıxa çəkir, öldürür. Amma o qiyamət günü yenidən dirildəcək və şər qüvvələrlə mübarizə üçün gələcək. Yəni əslində şər qüvvə dediyimiz o Dəccal anlayışı da saxta İsa'dır.
İsa'nın özünün zühurundan əvvəl birinci saxta peyğəmbər gələcək, saxta kral gələcək, özünü İsa kimi, peyğəmbər kimi, Allahın elçisi kimi təqdim eləyəcək. İnsanlar ona inanacaq. Daha sonra isə onunla mübarizə üçün xaos varsa, yəni onun bir qarşı tərəfi, xeyir varsa, dualizm fəlsəfəsi, yəni o şərə qarşı da bir xeyir mübarizə gəlməlidir ki, onlar bir-birini xeyir şəri, şər xeyri var edən anlayışlarda, yəni o gəlibsə onun qarşılığı mütləq ki gəlməlidir. Yəni İsa peyğəmbər əslində qiyamət günü onun adından çıxış eləyən antikristlə, yəni Dəccalla mübarizə üçün gəlir və insanlar bu dövrdə çaşbaş qalacaqlar ki, hansı doğru İsa'dır. Yəni çünki İsa zühr edəcək, Allah onu qurtarıcı olaraq göndərəcək. Bir dəfə İsa özünü xristianlığa qurban verdi, insanları xilas elədi. Dünyanın sonunda yenə insanlar yollarını azanda yenidən İsa gələcək və insanları xilas eləyəcək. Amma bir tərəfdən də dediyim kimi, yəni bir qarışıq ortam var. Çünki insanlar Dəccal çox manipulativ bir tip olduğu üçün, o antikrist, yəni insanlar aydınlaşdıra bilməyəcəklər hansı doğru İsa'dır, hansı Allahın göndərdiyi elçidir. Yolunu azmışlar, antikristin, yəni Dəccalın yoluna gedəcək. İsa'nın tərəfinə keçənlərsə əbədi qurtuluşa çatacaq. Quranda bu necə təsvir edilir? Quranda İsa Məsih ilə bağlı əleyhissalam olaraq, peyğəmbər olaraq təbii ki qəbul edilir, amma Qurana görə İsa Məsih əslində öldürülməyibdir. Yəni insanlar İsa əvəzinə onun bənzərini çarmıxa çəkib öldürüblər. İsa yəni ölməyib, əksinə Allah onu xilas edib və zühur yanına çəkibdir. Göylərə qaldırıbdır, öz yanına qaldırıbdır və o qiyamət yaxınlaşanda yenidən zühur edəcək. Yəni xristianlığa görə İsa öldürülübdür, özünü insanlara qurban verib xristianlığa görə, amma İslama görə isə öldürülməyibdir. Tanrı onu öz yanına çəkir və qiyamətə qədər o gözləyir, qiyamət günü yenidən insanlar üçün, mübarizə üçün yerə inəcək. Dediyim kimi bu Mehdi anlayışının özü də İslamda Mehdi deyilən şey əslində elə xristianlıqdakı İsa peyğəmbərdir, zühur edən İsa peyğəmbərdir. Şiələr bu məzhəbin qolu, yəni İslamın da qolları var, sünnilər məsəl üçün şeyləri, imamları o qədər də müqəddəsləşdirmirlər, şirk olaraq adlandırırlar ki, İslam dəyərlərinə baxanda həqiqətən də şirkdir. Bir insanın bütləşdirilməsi, bir insanın xeyir, Həsənə, Hüseynə, Əliyə və yaxud da Məhəmmədin özünə belə baxanda bütləşdirmədir. Sən onlardan səni xilas eləməsini gözləyirsən, amma insanı xilas edən əslində Allahdır. Sadəcə və sadəcə Allahdır. Sən hansısa imamdan səni qurtulmasını, o birisi dünyanı xilas eləməsini, səni nə bilim o tərəfdə qarşılayıb, sən ona bu dünyada nəsə ibadət eləmişdin deyə qurtarmasını gözləməyin, onu bütləşdirməyindir. Yəni qurtarıcı, bağışlayan, rəhimli olan İslami dəyərlərə görə özündə sadə və sadəcə Allahdır. Yəni bir növ İslam bütləşdirməklə necə ki mübarizə aparırdı, amma özü də həmən insanlar yəni bütləşdilər, belə deyək. Və deməli bu 4 məhşərin atlısı təbii ki bu görüntü olaraq bir at şəklində təsvir edilmir. Çünki dünyanın bir çox yerində, özəlliklə müsəlman ölkələrində, məsələn İranda tez-tez baş verir. Yaşıl geyimli bir atın belində bir insan ortaya çıxır, əlində də zincir və deyir ki, mən axır zamanam, yəni Mehdi peyğəmbərəm, o sonuncu peyğəmbərəm, hansı ki o sonuncu peyğəmbər gəlməyib, 13-cü peyğəmbər və özünü 13-cü peyğəmbər elan edir. Təbii ki, onları zərərsizləşdirirlər və belə mifoloji bir obraz, yəni psixoloji pozuntusu olan insanlarda, amma bir tərəfdən də toplum artıq bu şeyləri qəbul eləmək, yəni qanunlar riayət olmasa, onsuz da onların arxasında gedəcək kifayət qədər ağılsız insan var. Sadəcə olaraq qarşısı alınır. Amma burada bu mifologiyadakı, Quran və İncildəki o mifologiyadakı atlar hamısı bir metafordur. Məsələn, birinci atlıya biz baxırıq. Bu atlı özəlliklə ən qarışıq və mürəkkəb olan ağ atlıdır və onun oxu var, amma nizəsi yoxdur. Bu onu göstərir ki, o güc olduğu halda bir də tacı da var. Yəni tacı olmasa artıq lider, kral olduğunu deməsidir və yəni bir gücü var.
gücün təmsilidir. Əlində oxunun olması da savaşa biləcəkkən, amma nizəsi yoxdur. Yəni pasifistdir. Gücü var, amma müharibənin əleyhinədir. Bu təsvir nəyə görə ən belə müzakirəlisidir? Çünki bu təsvirdə həm ağ rəngdə olması, atın ağ rəngdə olması saflıq, məsumluq bilirik ki, rəngi olaraq mənasına gəlir. O oxunun, belə deyək, analiz edəndə ki, oxunun olmaması, dediyim kimi, savaşmağı rədd eləyir və yaxud da tacın olması İsa Peyğəmbərə qurtarıcı olaraq endindir. Amma bir də dediyim kimi, o Dəccal məsələsi var. Çünki bəziləri də bu ağ atlının yalancı, saxta İsa olduğunu deyir. Yəni, saxta əksinə vizual olaraq məsumluq görünümündə Omen filmində, məsələn, Dəccal filmində, hansı ki, o Dəccalı bir uşaq olaraq canlandırmışlar. Bu uşağın Dəccalı canlandırmasında da səbəb uşaq demək məsumluq deməkdir. Yəni, ona görə o saxta antikrist bizə və yaxud da Dəccal bizə xeyir kimi görünəcək. Yəni, biz ona görə çaşbaş qalacağıq ki, bu qiyamət günü, bu çox manipulativ tip olacaq. İnanacağıq ki, o xeyir qüvvədir əslində, amma o tamamilə manipulativ və şər qüvvədir. Bu ağ atlı, məhşərin ağ atlısının da özəlliyi odur ki, o ağ rəngdədir, tamamilə saf görünümdədir. Amma bəzi din tədqiqatçıları deyirlər ki, o məhz elə antikristdir. Bunun da ən gücləndirici, bu fikrin belə deyim, gücləndirici əsaslandıran səbəblərdən biri ağ atdan sonra gələn qırmızı atdır. Yəni, bu atların, 4 atın 4-ünün də rəngi var. Ondan sonra gələn qırmızı rəng də savaş yaradır, ortalığı xaos yaradır, xaos atıdır. Həm də qırmızı qan rəngidir. Yəni, müharibə, savaş, sülhü ortadan qaldırır. Çünki Dəccalda da, yəni Antikristdə da Antikristdən sonra insanları özünü inandırır. 3 il ona hökmranlıq verilir, o müddət verilir. 3 il ərzində İnsanlar, yolun azanlar asanlıqla aldadacaq, öz tərəfinə keçəcək ki, kütlərin əksəriyyəti onun tərəfinə keçmiş olacağını inanmış olacaq. Sadəcə imanı güclü olanlar onu aldanmayacaq, belə deyək, onun manipulasiyasına uymayacaq, dinini yaxşı bilənlər, imanı güclü olanlar. Amma bu 3 il ərzində limitsiz olaraq o güc olduğu üçün, siyasi bir gücü olduğu üçün insanları azdıra biləcək. Yəni, buradakı o qırmızı atlı da ağ atdan sonra gəlir və müharibə yaradırsa, o 3 ilin sonunda artıq insanları azdırdığı üçün artıq müharibə yaranmış olacaq. Burada da qırmızı at gəlir, yəni qan, müharibə, savaş, xaos deməkdir. Əsasən buna görə fikirlərini dəstəkləyirlər ki, yox, o ağ atlı məsum görünən, yəni qəsdən o ağ təsvir olunub ki, məsumluğun, İsa demək də özünü fəda verən, məsum, günahsız olduğu halda özünü qurban vermişdi, obrazıdır. Amma o əslində İsa deyil, antikristdir. Yəni, buradan belə, artıq bu mifologiyadan belə insanların arasında çaxnaşma var. Bəziləri onu dediyim kimi qurtarıcı olaraq görür, bəziləri də ki, yox, o manipulasiyadır, o antikristin özüdür. Burada belə bir fərq var. Qırmızı atlını dediyim, qan müharibə yaradır, sülhü o aradan qaldırır. Üçüncü, qara atlıdır. Qara atlının özəlliyi tərəzi olur. Tərəzi demək bilirik ki, ədalətin simvoludur, yəni bərabərliyin simvoludur. Amma artıq o 3-cü atlı qara atlıda sosial bərabərsizlik var, yəni təbəqələşmə yaranıbdır. Alt və üst təbəqələri də qoruyan inqilabların bilirik ki, yaranmasına səbəb o orta təbəqədir. Əsasən orta təbəqə aradan çıxanda, üst və alt təbəqə qalanda, belə deyək, aristokratlar, oliqarxlar və ən kasıb təbəqə, orta qalmır. Ümumiyyətlə, dövlətləri ayaqda tutanda bu orta təbəqələr olur. Amma bu balans pozulanda, bu qara atlıda, hansı ki tərəzi onun simvoludur, təbəqələşmə yaranacaq dünyanın sonunda ki, zombi apokalipsisində də belə motivlər var idi. Zombinin özü də belə deyək ki, gedir dini motivlərə çıxır, dini köklərə çıxır o qorxunun kökü. Qorxu janrı olduğu üçün. Çünki qorxu janrı deyəndə əsasən altında cahillik və yaxud da qorxular, bilinməzlikdən qorxular və qorxunun da müxtəlif janrları var, amma əsasən dini motivlər olur. Və burada da tərəzi
Yəni artıq bir sosial bərabərsizlik və ədalətsizlik ortaya çıxıbdır bütün bu xaosda və dördüncü atlı, hansı ki bunun rəngi əslində yoxdur, amma kül yaşılı, belə kül rəngi, əslində yenə deyirəm, rəng yoxdur, belə təsvir edilir. Bu atlının da özəlliyi özündən, bu ölüm yayır, yəni özündən sonra cəhənnəm gəlir. Və məhşərin 4 atlısı mifologiya olaraq bunlardır. Metafor olaraq biz bunları oxuyanda dediyim kimi, bu o demək deyil ki, təsvirlərdə deyilir ki, atda adamlar çıxacaq. Çünki real olaraq bunu at mətnini oxumayan insanlar at belinə çıxırlar, paltar geyinirlər və özlərini nə bilim şey adlandırırlar, Mehdi adlandırırlar, İsa adlandırırlar. Bu əslində metafordur və birinci dediyim kimi ağ atlı bizə xeyir kimi görünən, doğru, ədalətli görünən, amma əslində bir illüziya olan, bizi aldadan bir dünyadır. Buna kivlərin, kütləvi informasiya vasitələrinin dezinformasiyaları olaraq da deyə algılaya bilərik. Əslində bilgi kirliliyi deyək. Dünya artıq bizə şəri xeyir olaraq göstərir, bizi manipulyasiya eləyir və biz hamımız kütləvi şəkildə inancı tam olması məsələsi, inancı tam olmayanlar hansı ki bu şeyə uyurlar, anti-Christin tərəfinə keçirirlər. Saxta İsa'nın, yəni Dəccal dediyimiz şey özünü İsa adlandırmış bir obrazdır. Hansı ki mifologiyaya görə, xristianlığa görə qiyamət günü İsa yerə enəcək və dünyanı xaosdan xilas edəcək. Amma İsa'dan öncə də başqa bir peyğəmbər, saxta bir peyğəmbər gələcək. O deyəcək ki, mən İsa'yam. Yəni belə. Gerçək İsa ondan sonra yəni dünyaya gələcək. Yəni o xaosda bu ağ atlı dünyanın sonuna yaxın əlamətləri bizə göstərir ki, insanlar xeyir və şər dəyərləri qarışacaq, insanlar doğru ilə yanlışı ayırt eləyə bilməyəcəklər. İkinci qırmızı at xaosun savaş atıydı o. Artıq insanların dünyanın sonuna yaxın savaşın çoxalmasını, insanların bir-birlərini öldürməsini. Üçüncü ad sosial bərabərsizlik, o tərəzili olan ad, sosial bərabərsizlik, orta təbəqənin aradan qalxması, sadəcə üst təbəqə və altda ya çox varlısan, lazım olmayacaq qədər varlısan, ya da ki çox kasıbsan. Yəni bu təbəqələşmə yaranması, sosial bərabərsizliyin kökü buradan yaranır, insanlar arasında uçurum və bunun da ardında cəhənnəm, yəni cəhənnəmi bu dünyadan başladır və bundan sonra artıq qiyamət qopur. Deməli bununla bağlı film izlədim. Çox bəyənmədim. Filmdə bir polisdir və o cinayətləri araşdırır. İlk cinayət olur, bir qadın, hamilə qadın öldürülür. O hamilə qadının ölümünü araşdıranda onun övladlığının, Çinli bir qız götürüb saxlamış olur. Aydınlaşırıq ki, o qadını öldürən elə övladlığa götürdü, o Çinli uşaqdır. Bunun da səbəbləri əslində çox qarışıqdır, amma səbəbləri belə göstərilir ki, bu Çinli qız onsuz da yəni bir travması var, ailəsi yoxdur. Qadın onu götürəndə danışırdı ki, mən deyir onu ilk dəfə görəndə 8 yaşım var idi və özünə deməsəm də içimdən keçirdirdim ki, məni övladlıq götürsün və bu belə də oldu. Məni övladlıq götürdü. Həyatım dəyişdi, xəyallarımdakını yaşayırdım, artıq bir ailəm olmuşdu. Amma daha sonra məlum olur ki, onu övladlıq götürən qadının hamilədir, yəni uşağı olacaq. Bu artıq qız burada özünü təhlükədə hiss eləyir, çünki valideyni, yəni övladlıq götürdüyü qadın artıq ona maraqlanmır öz uşağı olduğu üçün və ögey atasında tacizi var. Əslində orasını tam anlamadım, çünki adamı polis tutanda ki, sən taciz eləmisən, yəni qıza, o deyirdi ki, o qız inanmayın da, yəni o qız şeytanın özüdür, səni inandırır. Burası biraz qaranlıq qaldı. Amma ola bilər ki, yəni həqiqətən də o qızı taciz eləsin, çünki uşağın travmaları olduğu üçün, yəni yenidən o tam güvənib ki, ailəsi olacaq, amma ailəsi dediyində ata onu taciz edir, ana da başqa hamilə qalır, yenidən bu diqqətsiz qalır, yəni öz uşağını artıq bunu istəmir, belə deyək, maraqlanmır. O hamilə olması bir növ özünü müdafiəyə keçdiyi üçün hamilə olsa, o doğulan uşaq artıq bütün diqqəti özünə çəkəcək, artıq lazımsız olacaq. O uşaq olmadığı üçün bu uşaq övladlığa götürülüb. Ona görə bir növ özünü müdafiə üçün, özünü qoruma üçün hamilə qadını öldürür, uşağı yəni qarnından çıxardır, çox şiddətli şəkildə öldürür və daha sonra yəni bilirik ki,
bu cinayətlər davam eləyəcək. Çünki bir çox valideynlər, komissarın özü də məhz işi ilə məşğuldur, övladı ilə, böyük oğlu ilə belə bir problemi də var. İşi ilə maraqlandığı üçün sonlara yaxın məsəl üçün öz oğlu deyir ki, mənim heç vaxt otağıma belə gəlməmisən. Yəni 3 il ərzində deyir, mənim otağıma yaxınlaşmamısan, ancaq iş. Yəni əslində necə ki, bu ögey anasını öldürən qız necə ki, diqqətsizlikdən, sevgisizlikdən vəhşiyə dönmüş ögey analığını öldürürdü. Əslində bu komissar da eynisini eləyir öz övladına, bilməyərəkdən də olsa diqqətsiz göstərir. Yəni bütün bunların hamısı məhşərin 4 atlısı ilə əlaqəsi odur ki, yəni o xaos ortamı, o ədalətsizlik, insanların bir-birini hörmət eləməməsi, savaşqan istəyi, yəni bu metaforlarla göstərir. Filmi çox da bəyənmədim. Bəyənməməyimin səbəbi də bu tip filmlər əslində çoxdur və kopyalama olaraq görürəm. Seven filmi var. Bu film haqqında уже neçənci videoda da deyirəm. Xristianlıqdakı 7 ölümcül günah barədədir. Başında Morgan Freeman və Brad Pitt'in oynadığı məşhur filmdir. O çox möhtəşəm filmdir. Ona baxandan sonra bu tip filmlər sənə yəni kopyalanmış kimi gəlir. O qədər bəyənmirsən. Bir də çox sevmədiyim şey sosial mesaj məsələsi. Yəni filmin içərisində uşaqlarınızla maraqlanması, ədalətsiz olsa, yəni sosial mesaj verir daha çox. Bunu sevmirəm əsasən. Və dediyim kimi, yəni pis deyil, deyim ki, pis filmdir, izlədim. Amma çox sıradan gəldi. Yəni bu tip filmlər çox olduğu üçün o 100.000 filmdən birisi olaraq gördüm. Amma ümumilikdə Məhşərin 4 atlısı metaforlarla İslamda bu arada danışmadım. İslamda da tam adı keçmir, amma qiyamət əlamətləri, yəni xristianlıqdakı kimi, İncildəki kimi yoxdur 4 atlı gələcək məsələn, amma qiyamət əlamətləri var. O əlamətlərin özünü Məhşərin 4 atlısı olaraq oxuma eləyə bilirik. Bu mifologiyanın özü də kökləri təbii ki, Quran xristianlıqdan, xristianlıq da İncil də daha doğrusu Yahudilikdən kopyalanıbdır. Yəni Yahudiliyə də gedir, çıxır, amma daha dərinlərə gedib köklərin təbii ki, mifologiyalardan da oxuya bilirik. Zərdüşt dininə qədər hətta gedir, çıxır. Ondan əvvəlki dinlərə də Mezopotamiya, bütün əksər inancların kökü gedir Mezopotamiya, mədəniyyətin beşiyi oralara çıxır, Şumer tarixinə çıxır. Yəni belə, bu mifologiyanın da əslində mövzu çox qəşəngdir, Qiyamətin 4 atlısı. Bununla bağlı düşünürəm ki, əslində çox qəşəng ssenariyalar yazmaq, filmlər çəkmək olar, amma sırf bu mövzuda belə qəşəng film görməmişəm. Bir dənə gördüyüm buydu, bunu da çox bəyənməmişdim.